O dağları bəzəməyə ləli zəri hardan alım? Soldu getdi çiçəklərin təzə təri hardan alım? Olmuşuq lal, olmuşuq çar, susub nəğmə kiriyib tar. O bəstəkar, o nəğməkar xan tərtəri hardan alım? Tərtər çayı. Vaxtınız xeyirli olsun. Həsəd və Ümid verilişinin daimi izləyiciləri, hər birinizi salamlayıram. Məlumunuz olduğu kimi, Həsəd TV-də Həsəd və Ümid verilişi öz fəaliyyətini davam etdirir. Bütün izləyicilərimizə məlumdur ki, biz Qərbi Azərbaycanın fərqli bölgələrində yaşayan, əslən Qərbi Azərbaycandan olan soydaşlarımızla mütəmadi olaraq görüşlər keçiririk. Onları Həsəd və Ümid verilişinə qonaq çağırırıq. Bugünkü verilişimiz də digər verilişlərimizdən heç bir yönlə fərqlənmir. Verilişimizin qonağı əslən Qərbi Azərbaycanın Paşalı rayonunun Tev kəndindən olmuş Əlmərdanova Narıngül Nəmənd qızıdır. Narıngül bibini mən salamlayıram və verilişimizin qonağı oldu. Mən aylar əvvəl Narıngül bibi ilə danışanda Narıngül bibi mənə verilişə qonaq olacağını və öz duyğu düşüncələrini paylaşacağını söz vermişdi. Və burada da əziz tamaşaçılar, sizin huzurunuzda Narıngül bibimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, evini açdı. Həsəd və Ümid verilişi olaraq biz də verilişimizi buradan sizlərə çatdırırıq. Narıngül bibim, necəsiz? Nə var, nə yox? Nətərsiz? Çox sağ ol, Allah köməyin olsun, şükürlər olsun. Hələ ki, yaxşıyıq. Allahın bu gününə şükür. Allah hamıya can sağlığı versin, bizlər də içində. Amin inşallah. Bu ay Ramazan ayıdır, ən gözəl aydır. İlin 12 ayının ən gözəl ayların sultanı, bəli. Ayların sultanıdır. Allah hamıya can sağlığı versin. Necə deyim, gözəl günlərə olsun. Amin, Allah inşallah. bu müharibəni, bu dünyanın qarşılıq vaxtını üstümüzdən əff eləsin. Amin inşallah. Bir də bizlərə müharibə göstərməsin. Rəbbim özü hamımızı qorusun. Amin inşallah. Allah Taala'dan bir dənə həyatda can sağlığı, hər şeyin varlığı, gözəl neməti can sağlığıdır. Dünyanın varı dünyada qalır. Heç kimə heç nə aparmır. Hamı gedən əli boş gedir. Bəli. Həsrət və ümid verilişinin Allah daim eləsin. Həmişə can sağlığı olsun. Gözəl günlər bundan belə nəsib olsun. Həsrət və ümid verilişi gözəl verilişdir.
Qərbi Azərbaycandan biz gələndən çox əziyyətlər çəkdik, çox necə deyərlər, günlər, pis günlər keçirdik. Bu günə də şükürlər olsun ki, indi bizi belə çəkirlər, bizim dərdimizdən, bizim halımızdan xəbər bilirlər. Çox sağ olun Nərgül bəy. Mən bilirəm ki, verilişdən əvvəl də sizinlə danışdıq. Çəkdiyim bütün verilişlərin hamısına baxırsınız. Dedim ki, ay Ceyhun, həqiqətən çox gözəl verilişdir. Elimizlə, obamızla bağlı bütün xatirələri bildən insanlarımız danışırlar və öz duyğu düşüncələrini paylaşırlar. Nərgül bəy, sizə də məlum olduğu kimi verilişimizin bir pozulmayan bir adət-ənənəsi var. O da ondan ibarətdir ki, ilk sualımız hər kəsə demək olar ki, eyni sualı verdik. Özünüz haqqında, atanız, ananız, qardaş bacınız, övladlarınız və nəvəniz haqqında zəhmət olmasa izləyicilərimizə məlumat verin. Öncə atanızdan, ananızdan başlayaq. Buyurun. Şükürlər olsun. Mən Qurbanov Naringül Nəmənd qızı, ata familiyamdır. Mənim atam zəhmətkeş, necə deyərlər, öz əllərinin qabarı ilə bala saxlayıb, anam da onun kimi. Biz 5 qardaş, bacı olmuşuq, 3 bacı, 2 qardaş olmuşuq. Şükürlər olsun, qardaşlarım, Allah hamının ölənə rəhmət eləsin. Qardaşım biri rəhmətə gedibdir, biri durur. Valideynə Allah rəhmət eləsin. Bacılarım da, qız xanımdır, Xalidədir. Özləri də ailəlidir. Hamısının günü xoşdur, yaxşıdır, keçir. Mən özüm də yenə ailəliyəm. 3 qızım var, bir oğlum. Allah hamıya can sağlığı versin. Üçü ali təhsillidir. Biri Bakı dövləti qutarıb fərqlənməklə, biri medtexnikomu qutarıb Nağdı Budayqa Realmasiyada işləyir. Oğlum iqtisadiyyatı qutarıb, magistraturanı qutarıb, işi şükürlər olsun var. Bir qızım da elə neçə illərdir bağçada povir işləyir. 17-18 ildir bağçada povir işləyir. Əlhəmdülillah, şükürlər olsun Allahıma. Belə yoldaşım da hamı tanıyırdı, mənim yoldaşım, getdiyim ailə. Ailə qurandan sonra familiyamı dəyişdim. Əlimərdanova Naringül. Onu da yoldaşım xəstə oldu. 14 ildir yoldaşım rəhmətə gedib. Gedib düşdüyüm ailədə şükürlər olsun. Çox gözəl insan idilər. Mənim qaynatam olsun, qaynanam olsun. Mənə ana, ata kimi oldular. Mən onlardan qaynata görmədim. Elə bilirdim ki, öz doğma atam anamdır. Allah Şakir əmiyə qəni rəhmət eləsin. Anam da ona görə çox zəhmətkeş ana oldu. Çox zəhmətkeş işlərdə işlədi. Bizim hamımızı böyütdü, hamımıza məsələn nə lazımdır elədi. Həyatdır da, nə bilim, belə gəldi. İndi biz də qaçqın düşdük. Atam, anam da vaxtilə qaçqın düşübdü. 50-ci illərdə, 48-49-cu illərdə qaçqın düşüb. Naringül bəy, üzr istəyirəm. Zəhmət olmasa atanız, ananız haqqında, adı, soyadı, onun haqqında bir danışın. Və ondan sonra da onların 48-53-cü o deportasiyasından danışarsınız. Buyur. Atam Həsənov Nəmənd Qurbanoğlu. Anam Ağam Həsənov. Anamsa Ağam Hüseynova Ağa Mirzə qızı. Anam Hüseynova xanım Ağa Mirzə qızı. Bəli. Allah rəhmət eləsin xanım nənəyə. Ölənlərimizin hamısına rəhmət. Onlar da çox zəhmətkeşliklə bala böyüdüblər, əziyyət çəkiblər. O oğlanları oxudular. Biz, məsələn, qardaşlarım oxuyub, böyük qardaşım politexniki qutarıb, balaca qardaşım texnikum qutarıb. Ancaq biz qızları oxutmadılar. Orada necə deyərlər, üstünlük vermirdilər qızların oxumağına. Ona görə də biz oxumamışıq. Heç bir bacım da oxumayıb. Mən özüm
Orta məktəbi qutarandan sonra neçə illər məktəbdə laboratoriyada işləmişəm. Özüm yaxşı oxuyurdum, ona görə də məktəbdə laboratoriyada işləmişəm. Ondan sonra anam, atam, mən bizlərdən qabaq qaçqın düşüblər. Onlar da bizim kimi Yevlağın, Qaradəmirçilər kəndinə gəlib tökülüblər. Bərdəyə Qaradəmirçi gəlirlər. Bərdənin Qaradəmirçilər kəndinə tökülüblər. Onu da neçə illər orada qalıblar. Ondan sonra bir də qayıdıblar, yenə ora gediblər. Qərbi Azərbaycana gediblər. Qərbi Azərbaycanda da yenə orada zəhmət çəkib, əziyyət çəkib, ev eşik düzəltdilər. Onu şeylədilər, o da yenə qaldı ermənilərə. Nancib bəy, üzr istəyirəm. Deməli, indi o deportasiya ilə bağlı suallara keçmədən öncə, zəhmət olmasa bu birinci sualı yekunlaşdıraq. Yəni, öz övladlarınız haqqında danışırsınız. Maşallah olsun, neçə nəvəniz var? Övladlarınızın və nəvəniz haqqında məlumat verin. Dediyim kimi 4 övladım var. Qalmışdı. Hə, buyurun. Bir dənə oğlum var, 3 dənə qızım var. Hamısı ali təhsillidirlər. 7 dənə nəvəm var. Ay maşallah. Bir qızımın 3 oğlu var. Oğlumun bir qızı, bir oğlu var. Bir qızımın da bir oğlu, bir qızı var. Nancib bəy, kənd demişkən, məlum olduğu kimi bizim əsas verilişimizin hədəfi Qərbi Azərbaycan və orada ellərimizin oradakı xatirələri. Belə bir sual versəm, baxın, o sual necə də qiymətləndirərsiniz. Terp deyəndə sizin ağlınıza necə gəlir? Terpi necə təsəvvür edirsiniz? Terpi çox gözəl təsəvvür edirəm. Mən orada olmuşam, orada anadan olmuşam, orada böyümüşəm, orada dünyaya göz açmışam. 31 yaşımda kimi, 32 yaşında bu qaçqınlıq olub gəlmişəm. Çox yaxşı. Terpi dünyaya gəldiniz. Hə, çox yaxşı. Suyu da olsun, havası olsun, insanları olsun, qonşuları olsun. Məsələn, hər cəhətindən oranın əvəzi yoxdur. Çox, hər şeyə görə yaz açılırdı, oranın pencəri, oranın məsələn meşələrinin meyvəsi. Meşələrinin meyvəsi elə bəsdir. Gedirdin, meşələrin meyvəsini yığırdın, yaz açılırdı, gedirdin, göbələyindən, pencərindən, cacığından, baldırğanından nə istəyirdik, hamısı can dərmanı idi. İndi bir beləsini gedirik bazardan nə qədərə alırıq. Hamısı can dərmanı idi. Biz hamısını oradan balığı, indi gedib məsələn, amma balıq çayın, evin, kəndin içi ilə gedirdi. Gedirdilər, qarmağı sallayırdılar, balığı tutub gətirirdilər. Uşaqlar hamısı istifadə edirdi, yeyirdi. Malımız, heyvanımız, məsələn, hər bir şeyimiz özümüzdən idi, arımız. Mənim şəxsən indi gələndə 45 yeşik arım həyətdə qaldı. Nə maşın olmadı götürməyə, nə məsələn alan olmadı. Ermənilər kim alırdı? Almadıq. Elə qaldı həyətdə arılarımız. 45 yeşik arımız qaldı həyətdə. Malımızı, heyvanımızı gecə ilə yığdılar, apardılar Naxçıvana, keçirdilər oradan piyada. Keçirdilər, bata-batla apardılar Naxçıvana. Qoyunun birini 30 manata, 20 manata, 50 manata, balalı inəyi 150 manata vermişdi. Yəni 88-ci ildə bu deportasiya vaxtında. 88-ci ildə deportasiya olan vaxtı. Orada necə xatırlayırsınız? Çox pis. Yəni o bir ana olaraq, belə deyək də, o kəndin bir övladı olaraq. Bir ana olaraq, qoy mən sənə deyim də. Bəli. Mən 4 uşaq anası idim. Körpə idilər. Qəflətən demək olar ki, bu hadisə qopanda mənim qaynatam Surxay xəstələndi də, necə deyərlər, stresə düşdü. Onu götürdülər xəstəxanaya. İndi xəstəxanada bilmədi, inə vurdular, bilmədi nə oldu, rəhmətə getdi.
Hansı xəstəxanada? Rayon xəstəxanası. Rayon xəstəxanasında. Hansı rayon idi? Paşalı rayon, Əzbəyev rayonu. Rayon. Orada rəhmətə getdi. Ondan sonra buradan Azərbaycandan qohumlarımız çoxdur. O eşidən gəldi. Gəlmişdi, İspanakertdən maşını buraxmamışdılar. Oradan cəmaət qayıtmışdı ki, sizin hamınızı qıracağıq. Elə onunla da müharibənin dadı başladı. Fevralın 12-si kişi rəhmətə getdi. O gündən də müharibə başladı. Demə, Sumqayıtda, Bakıda qırğın gedirmiş. Ondan sonrasına biz elə haya-küyə qaldıq. Gecələr qorxudan 3 ev, 4 ev yığışırdıq, bir evdə otururduq. Kişilər qaravul çəkirdi. Yolla gedən maşınlar söyürdü, danışırdı. Məsələn, erməni maşınları. Ona görə də biz hamıdan Ermənistanda, Qərbi Azərbaycandan ən birinci çıxan kənd bizim kənd Terpin Leyli Qaçan oldu. Terpindən Leyli Qaçan oldu. Maşın tapmadı. Mənim yoldaşım getdi Naxçıvandan 2 dənə maşın tutdu, gətirdi. 3 ailə 2 maşına yığışdıq. Bizim oyunun çox hissəsi qaldı evdə. Yəni çox maraqlıdır. Məsələn, demək ki, məsələn, bir evin əşyası normalda 1-2 maşına yerləşir. Amma cəmaət görə nə qədər məcbur vəziyyətdə qaldı ki, məcbur qaldıq ki, elə bir balaca əlimizə keçəni götürdük. Doğrudan elə götürdük. 3 ailə 2 maşına yerləşdik. Ondan sonrasına gəldik, Şuşaya töküldük. Şuşada da gəldik, Qubatlının yazı düzündə polislər bizim qabağımızı kəsdi. Bir sutka bizi orada saxladılar. Niyə? Buraxmadılar, Azərbaycana buraxmırdılar bizi. O vaxtı icazə vermirdilər. Demirəm, hələ kənddən çox adam çıxmamışdı. Qərbi Azərbaycandan ən birinci bizim kəndlər boşaldı. Onu da mənim dayım dedi ki, Hüseyin dayı dedi ki, ay bala, cəmaət qız, gəlinimiz ələ keçməsin, namus işi haqq hesabı var burada. Bu belə zarafat iş deyil də, bu belə ki, başlayıbdır bizi olarıq. Ona görə də biz tez çıxdıq kənddən. Biz kənddən tez çıxdıq, gəldik, töküldük da yazı düzündən sonra xəbər gəldi. Nəysə ki, yazı düzündən də bizim Naxçıvanlı oğlan idi, maşınla yükümüzü gətirən. Laçın yolu, meşə yolu, Min kəndindən Laçına çıxdı ki, oradan bizi apara Şuşaya boşaldı. Onu da o Laçının dikinə çıxanda polislər bizi yenə qoymadı. Nə illah elədik, qoymadı. Qayıtdıq, bir də gəldik ki, bu bizim maşın elə bil 10-12 maşın idik. Onları buraxıblar, gedib, biz də onların dalınca gəldik, Ağdamda çatdıq. Ağdamda 2 gündə qaldıq Ağdamda. Sonra Datdan, Moskvadan xəbər gəldi, Bakıdan xəbər gəldi. Bizi silahla keçirdilər Şuşaya. Şuşada 1 ay qaldıq. Düz 1 ay qaldıq. Şuşada 1 ay qalandan sonra rəhmətli Qurbanov İbrahim Salyan rayonundan maşın götürüb, hardasa bir 6-7 dənə maşın götürüb gəlmişdi ki, ay balam, sizin xəbəriniz yoxdur, mən bilirəm. Dava Qarabağın üstündədir. Bura gəlib nə yığışmışsınız, sizin hamınızı da qıracaqlar. Ona görə biz orada maşınlara bir də yığışdıq, getdik Salyana. Getdik Salyana, yoldaşımın əmsigilləri oradaydı. Yoldaşımın əmsigilinin evinə yığışdıq. Orada qalandan sonra 1 il qaldıq. 1 ildən sonra da gəldik burada hələ buraya gəlməmişdən qabaq gəldik Gənclikdə ev aldıq. 3000 manat pul verdik. Ondan sonrasına yoldaşım onları apardı, Qazaxdan keçirtdi erməninin veşin. 4 aydan sonra erməni gəldi, bizi vayenli ilə tökdülər, məhkəməyə verdi. Hətta
o haradır? Kirov Pasyolkada. Bəli. Kirov Pasyolkada Qurbanov adında qadın məhkəməsi var idi. Hı -hı. O qadın məhkəməsi bizi Vayenli ilə tökdü çölə. Dedim, bəs biz ona 3000 manat pul vermişik. Gəldi, dedim, bunların yeri dağ yeridir, mən orada yaşaya bilmərəm, dadla dəyişirəm. Yerevanın yanında oranın adı Masislə dəyişdi. Hı -hı. Dəyişirəm mən. Mən ora dağ yerdir, mən ora getmirəm. Ha. Bir də məhkəmə bizə dad elədi, məhkəmə bizi Vayenli ilə tökdü çölə. 3000 manat pulum da dedi 4 ay içində nəfərinlə qalmısan ona çıxırıq. Kira puludur da. Vermədi. Ondan sonra biz bir də Salyana qayıtmalı olduq. Qayıtdıq Salyana. Salyana qayıdandan sonra gəldi, yoldaşım bu evi tapdı, bu evi aldıq. O vaxtı 13.000 pul verdik bura. Əhmədlidə. Əhmədlidə 13.000 pul verdik, bu evi aldıq. Ondan sonra yavaş-yavaş elə işlədi, yoldaşım işlədi, özüm orada, burada. Nəysə ki, şükürlər olsun bugünkü günə ki, balalarımız sağ-salamat, dolandıq, min dəfə şükür. Nacib bəy, üzr istəyirəm, bir şey soruşum sizdən. Məsəl üçün, yəni danışırsınız, həqiqətən insan belə heyrətlər içərisində qalmamaq mümkün deyil. Yəni Qərbi Azərbaycanda, Paşalıqdan Tep kəndində cəmaət illərlə ev tikib, ev qurub ki, orada məsələn övladları böyüsün, yaşasın. Çünki o da bizim ata-baba torpağımız idi. Yəni bu boyda əziyyət çəkirdi bizim cəmaatımız. Yəni bu ermənilər sizcə məsələn orada yaşadığın müddətdə yəni həmin münasibət yenə göstərdilərmi? Yəni onlar həmişə bizə düşmə mövqeyində olublar. Siz bunun şahidi olmusunuzmu? Mən orada yaşayan vaxtı bu müharibədən qabaq sakitçilik idi də. Bəli. Yalandan nə deyim, ermənilər çox nanəcib insan idilər. Mənim qaynatam o ermənilər hamısı bilir, tanıyırdılar ki, o Anesyan salxoz direktoru olmuşdu vaxtı ilə. Amma mənim qaynatamla bizlə bir evli kimi idi, gəlirdi, gedirdi. Yaz açılanda arını may ayından gətirib yığırdı bizim həyətə. Arısını da süzürdü, balını da götürürdü, hər şeyini aparırdı. Payızda hatta Qayalı deyilən bir yer vardı. Onun orada yeri var idi. Arıları aparıb yığıb orada dam idi, bağlayırdı. Bizim arılar da aparırdılar ora. Payız vaxtı qar yağanda içəri yığırdılar. Yazda da mart ayında bizim yer qar olurdu. Mart ayında Qayalıda çıxardıb düzürdülər. Ki arılar çöldə olsun. Onu da bax bu hadisə qopanda mənim yoldaşım getdi ki, arıları götürə gələ öz həyətimizə qoyaq da. Bəli. İnanırsan, hər il gətirirdilər, bizim həyətə yığırdılar. Həmin ili gətirmədilər. Öz arılarını yığıb maşına götürüb getmişdilər. Yoldaşım o arıları tək maşına yükləmişdi. Onlar ona kömək eləməmişdi ki, bu arını səndən yükləyək. Çörəklər dizlərinin üstündə. Dizlərinin üstündə olubdu. Onların çörəyi həmişə dizlərinin üstündə olubdu. Yoldaşım o cür yükləyib təzədən gətirdi, həyətə düzdük. Həyətdə də elə qaldı, qoyduq, çıxdıq, gəldik. Nacib bəy, kənddən danışmışkən, kənddə qonşularınızı necə xatırlayırsınız? Kimlər var idi? Çox yaxşı. Bax, Telfəri xalagillə, Kərim dayıgillə qapı-qapıya qonşu olmuşuq. Çox mehriban, bir-birimizə o qədər belə münasibətlər vardı. İnanırsan, bir-birimizin qazanı bir-birimizin evində olurdu. Çox yaxşı, elə hamısı ilə adam bir-birlərinə çox yaxşı hörmət eləyirdilər, bir-birlərinə çox yaxşı necə deyərlər, münasibət bəsləyirdilər. Nacib bəy, siz məsələn Terpdən bildiyim qədərilə gəlin köçmüsünüz Leyli Qaçana. O da hatta oradan bu minvalla da Terp və Leyli Qaçan artıq bir kənd sayılırdı. O toy qadınlar, xanımlar bu toy necə, nişan necə qeyd edirdilər?
toy mərasimi necə olurdu? Çox yaxşı. Yadınızda necə qalıbdı? Çox Öz yaxşı. toyunuzdan izah eləyin. Çox yaxşı. Öz toyumuzda məsələn nişan oldu. Ədəlli hamısı gəldi. Yedilər, içdilər, heyvan kəsdilər, orada gedib ət almırdılar, bir şey eləmirlər. Hamısının öz həyətindən olurdu. Hər şey nizam tərazi ilə yaxşı yola verildi, nişan qoyuldu. Ondan 5 ay nişanlı qaldım. 5 aydan sonra toy oldu. 3 gün, 3 gecə toy çalındı. 5-ci, 6-cı bazar günü səhər saat 5-ə kimi toy çalındı. Bizdə. Bir bizdə yox, çox adam da olurdu. 2 gün olurdu. Amma mənim qaynatam hamı tanıyırdı ki, nə cür insan idi, nə cür adam idi, nə cür qonaqpərvər idi. Çox da o ermənilərin çörəyi dizinin üstündə idi. Görürsün məhkəməsi gəlib bura Yerevana gedəndə ta ki gəlib bizim qapıda düşməyəydi. Deyirdi Ceyran bacının çayı ilə bir stəkan içməsəm getməyim gəlmir. İçməsəydi getmirdi. Bizim köçümüz yığılanda, bax onu qoyum ona keçirəm. Buyur, buyur. Rayonun məhkəməsi, bir də icra hakimiyyəti gəldilər ki, Şakir sən getməginəm. Bax səni biz öz ailəmiz içində aparıb evimizdə saxlayacağıq. Bu hadisələr olan vaxt. Bu hadisələr 88-də olan vaxtdır. Onlar bilirdi ki, siz köçmək istəyirsiniz. Da bilirdilər ki, köçmək istəyirdi. Ona görə də Şakir dedi, mən qaldım. Mənim qardaşım, bacım, elim, günüm, nəslim, kökümdəki qalmır, gedir. Mən heç cürə qala bilmərəm. Ona görə biz qalmadıq. Ermənilərin həmişə çörəyi dizə. Biz oradan köçümüzü yığanda bayaq dedim ki, veşimizi biz yığırdıq maşına, rayonun pekarnısının böyüsü veşin yığırdı içəri. Gözləyirdilər ki, gör kim çıxırsa biz oranı tutaq, o evə yığışaq. O veşimizin çoxu qaldığı yerdə dedik, qayıdıb götürəcəyik da. Həmin o maşınla yoldaşım qayıtdı. Demişdi, ta ki səni öldürməmişik, buradan getginən, veşdad yoxdur heçinə. Bizim mis qazanlarımız, bizim evimizin dəyərli ayna oyunları, o necə deyərlər, o qədimə ayna oyunları çoxu qaldı, hamısı qaldı orada. Məsələn, bizim orada cəmaatımız o qədim əşyalardan danışırdınız. Məsələn ki, onlar həqiqətən, məsələn, bugün də veriliş seçində şahidi olan kilkirəsi olur, cəhrəsi olur. Hamısı, orada məsələn, nələrdən cəmaat istifadə edir? Nələr var idi? Mənim atam evində olan mis qazanlar, mis qablar heç kəsdə yox idi. Heç kimdə yox idi. Bəlkə 20 dənə qazan idi. Onun kimi mis qulplar var idi, mis qablar var idi, hər şey var idi. Anam gilin evi çox dəyərli idi, çox necə deyərlər, yaxşı idi. Hamısı qaldı erməniyə. Anan gilin qonşularından kimi tanıydın? Yadına qalıbdı. Anam gilin qonşularından hamısını tanıyırdım. Kimlər var idi? Bax, Dinar xalagil idi, Alaver dayıgil idi, gözəl bunlar insan idi. Sizin rəhmətli xanımla gilin qonşuları idi. Qonşularımız idi. Kimlər idi? Bayramov Hüseyin idi, qonşumuz idi. Pakizə idi, qonşumuz idi. Öz dayım Hüseyin idi, qonşumuz idi. Səriyə idi, Allah yerin cənnət məkan eləsin. Qonşu idi aşağı tərəfimizdə. Bəst idi onun kimi. Ondan keçdin. Əli dayıgil, Zibagil, Səmən ağagil, Yusifgil, Dursungil, hamısı qonşu idi da. Bir-birimizə Cəmil Kirvəgil, həmi Kirvə idik, həmi çox gözəl ailə idilər, çox gözəl insan idilər. Çox. Mən demək olar ki, onlar bizə Kirvə demək olmazdı da. Necə bir əmi, dayı onlar əmidən, dayıdan irəli idi bizə. O qədər gözəl insan idi. Narinci xala, bugün hamımız bilirik ki, uşaq tərbiyə eləmək, uşaq yaxşı böyütmək, ona vətəni, milleti sevdirməyi biraz çətindir biraz. Hər ailədə bu baş verə bilmir də. Orada mən müsahibə alarkən çox şahidi oldum ki, yəni
cəmaət öz dəyərlərinə bağlı olubdur. Yəni böyük kiçik eşidiblər, ağsaqqal, ağbirçək sözü eşidiblər. Yəni orada ağsaqqallardan, ağbirçəklərdən, çünki orada yaşınızın 31 yaş dediniz də. Yəni o vaxta qədər çox şeyin şahidi ola bilərsiniz. Çox. Yəni kimləri xatırlayırsınız? Ağsaqqallardan, ağbirçəklərdən. Ağsaqqalların üzünə qayıtmaq olmazdı. Ağbirçəklərə bir artıq əski söz demək olmazdı. Onda məsələn, xatirələrinizdə varsa danışsanız yaxşı olar. Qaynatanın, qaynananın yanında şəxsən mən özüm, məsələn, uşaqları götürmürdüm, ağlasaydı da yaxın qoymurdum, rəhmətli, qucağıma almırdım. Ki, ayıbdır da, qaynatanın yanında mən uşaq götürəcəm. Ona görə, məsələn, həmişə böyüyə hörmət var idi, ağbirçəklərə hörmət var idi. Necə deyim, belə çox yaxşı şey var idi. Ancaq indi yox. İndi böyüyə nə hörmət var, nə kiçiyə hörmət var, nə birinin, məsələn, bir iş olaydı, hamı tökülürdü, hamı can yandırırdı, hamı işin görürdü, deyirdi, niyə bu belə oldu, bu belə olmasın, belə olsun. Hamı əl bir eləyirdilər, bir tuturdular. Məsələn, biri ərişdə kəsirdi, hamı yığışırdı, bir 5 nəfər, 10 Ərişdə nəfər. nədir? Ərişdə kəsirdilər, ip bağlayıb asırdılar, onları qurudurdular. Biri, məsələn, kirkirə var idi, qovut eləyirdik, ondan yarma çəkirdik. Hər şeydə bizdə var. Atam evində hər şey var idi. Atam evində hər şey var idi. Kənd cəmaatı, məsələn, dediniz ki, məsələn, deyək ki, o təbiətdən sözünüzü Atam evində qazan var idi. 10 vedrə su tuturdu, mis qazan idi. Yağ əridəndə kəndin o başından bu başına hamı gəlib aparırdı. Ki, misdə həm qazdan yağ yaxşı əriyir, həm də çox tutur da. Elə bir dəfəlik, məsələn, 7-8 vedrə qaymağı tökürük içinə, əridib götürürük bir yolluq. Nacib, xanım nənə haqqında belə deyək də, mən danışanda həqiqətən gözlərimdə olur. Çünki xanım nənən biz Mehtəbadda qonşu olduq. Allah xanım nənəyə qəni-qəni rəhmət eləsin. Neçə yaşında getdi rəhmətə? Xanım nənəm 93 yaşında rəhmətə getdi. 93 yaşında. Mən onu yaşı tam xatırlamıram. Mən çox bilirdim. Yox, 93 yaşında getdi. Yəni Allah xanım nənəyə qəni-qəni rəhmət eləsin. Xanım nənən haqqında çox şey danışmaq olar. Amma siz bir övladı olaraq onun o ermənilərin o mənfur niyyətləri ilə, çünki siz verilişdən əvvəl dediniz ki, o deportasiya vaxtı valideynlərimiz çox bir əziyyət çəkdilər. Eşitdiniz bir xatirə varmı rəhmətli Nəmək qaqadan, xanım nənədən? Elə bir xatirə xatırlayırsınızmı? Yəni bu kəndlə bağlı olsun. Kəndlə bağlı anamın, atamın çox xatirələri var. Atam tək idi, biz övladları balacaydıq. Necə deyərlər, qolundan tutanı yox idi. Anam onun arxasında bir qardaş kimi, bir ailə kimi həmişə dayaq durdu. Həmişə hər şeyinə yaradı, hər işini elə gördü. Atam çöldə işləyirdi. Anam həm çöldə işləyirdi, həm evdə işləyirdi. Anamın əlindən naxışların, anamın toxuduğu toxumalar, anamın toxuduğu xalçaları, anamın toxuduğu kilimləri heç kim eləyə bilmirdi. Atamın anası ona görə ipin əyirməyi olsun, xalça toxumağı olsun, kilim toxumağı olsun, corab toxumağı olsun, jaket toxumağı olsun, tikmə tikməyi olsun, qədimi tikmələri bu dəqiqədə varımızdır. Yox, çox adam bacarmırdı. Çox adam bacarmırdı. Kimlər bacarır? Kimlər məsələn deyir ki, Zəhra nənə yaxşı toxuyurdu. Mənim anam toxuyurdu. Bax, sənin nənən Diləfriz nənə toxuyurdu. Leyli var idi, o yax toxuyurdu. Ona da belə bir neçəsi toxuyurdu. Səndən hər adam toxuya bilmirdi. Onlar xalça toxuyurdular, yəqin ki, xalça deyirsən. Xalça da Qunça nənə toxuyurdu, xalça toxuyurdu. Xalçalar toxuyurdular. Məsələn, jaket, ondan yaylıqlar, hər şey toxuyurdular.
Onlar toxuyurdu. Mənim anam çox zəhmətkeş ana olubdu. Çox qayğıkeş ana olubdu. Çox necə deyərlər, kişi kimi qadın olubdu mənim anam. Heç kim deyə bilməz ki. Əziz izləyicilərimizə mən bunu deməyə məcburam. Çünki insan tanıdığı haqqında da yaxşı şeylər danışa bilər. Yəni mən xanım nənəni inansız ta uşaq vaxtlarından onun nə qədər zəhmətkeş bir qadın olduğunun şahidiyəm. Bizdə Mehtəbadda bildiyiniz kimi bizim evin arxasında onların Mamedin, sizin qardaşınızın evi var. Nə vaxt baxırdım, hasadan baxanda, baxırdım xanım nənə yeri əkir, belliyir, dırmıqlayır, ağacların dibini. Hər şey dedim, ay xanım nənə, yorulmursan? Allah rəhmət etsin. Həmişə deyirdi ki, mənim belə canımın sulu qalmağın səbəbi ay Ceyhun, bax bu işləməyimdir. İşləmək lazımdır. Biz kənddə də belə işləyirdik. Həqiqətən mən oradan bildim ki, xanım nənənin, nəinki xanım nənə, bütün kənd cəmaatımız çox çalışan olubdu. Belə deyək də, ailəsində kömək eləmək üçün kişilərlə bərabər də qadınlar işləyibdi. Bərabər. Mənim anam hələ bəlkə də atamdan artıq işləyirdi. Çox işləyirdi. Mənim anam çox zəhmətkeş idi. Mənim anam yığdığı meyvəni, yığdığı qozu, yığdığı şeyi heç kəs eləyə bilmirdi. Bir dəfə dedi ki, atı götür, gedək dada. Məmərciyə gedək qoz yığmağa. Rəhmətli babam Ağa Mirzə idi, mən idim, anam idi. Getdi. Bir gündə 12 meşok qoz yığdıq. 12 meşok qoz yığdıq. 2 atla gətirdi, bir resin tökdülər. Bir resində orada kahada gizlədilər. Birində sabah o başdan getdilər. Kahada yenə yüklədilər. Babamla anam yüklədi, götdü, gəldi. Bir gündə 12 meşok qoz yığdıq, gətirdik. Bu gəlir hansı hissəsində idi? Məmərzadan. Məmərzadan. 48-ci ildə ki, Məmərzadan qalmışdılar. Ermənilər da o vaxt deportasiya ki eləmişdilər. Öz bağları idi, öz əkdikləri ağac idi. Amma ermənilər qoymurdu özləri yığmağa. Ermənilər özləri yığırdı. Oranın da qaravulçusu var idi. Tutanda cərimə eləyirdi. Tutanda məsələn dalaşırdı, eləyirdi. Ona görə vaxtılı saat 4-də, 3-də buradan elə çıxıb gedirdik ki, orada saat məsələn 9-a 10-a kimi çırpıb yığırdıq. Bağdan çıxırdıq ki, bizi tutmasınlar. Öz əkdikləri ağacı ermənilər qoymurdu ki, bəhrəsini gedib götürərlər, özləri istifadə eləyən. Demək ki, elə o vaxtdan onların içində o düşmənçilik var imiş. Düşmənçilik var idi. Gələndə o düşmənçiliyi eləyirdilər. Hə, ona görə də eləyirdilər. Azərbaycanlılar orada bütün günü işləyirdi fermasında, ondan necə deyərlər, əkinində, biçinində, ermənilər də yeyirdi. Nagil bəy, siz o da məktəbə getmişsiniz, o da məzun olmuşsunuz da. Məktəbi necə xatırlayırsınız? Kimlər var idi? Hansı müəllimlər? Sinif yoldaşlarınız kim idi? Sinif yoldaşlarımız, məsələn, Allah o dünyaların versin, rəhmətə gedənlərin, qalanlar da hamısı. Kimləri xatırlayırsan? Sinif yoldaşlarım, Daimoğlu İdris idi, Behbudoğlu Hümbət idi, rəhmətli Şahlar idi. Ondan Həbibə idi, Dursunun qızı Elmira idi, mən idim, Sevindiyin qızı Rahilə idi, Samranın qızı Səriyə idi. Ondan sonrasına Şakir idi, mənim öz həyat yoldaşım Şakir idi, Leyli Qaçandan Kərimin oğlu Səlim idi, Vahid idi. Belə də bunlar idi. Müəllimləriniz kim idi? Müəllimlərimiz Tofiq müəllim idi, Vahiyyətli müəllim idi, Əliş müəllim idi, Abdülkərim müəllim idi, Aroyan idi, Erməni, Hürriyə müəllim idi, Paşa müəllim idi. Belə müəllimlərimiz də bunlar idi. Məktəb illərini necə xatırlayırsan? Yadında necə qalıb? Çox yaxşı. Orada erməni uşaqlar var idi məktəbdə yoxsa? Yox. Bizim kənddən erməni var idi, nə uşağı var idi. Mən uşaq olanda, mən balaca hələ məktəbə getmirdim, bilmirəm, 4-5 yaşım olanda kənddə 3 dənə erməni var idi. 3 dənə erməni var idi. Onun biri Əmir dayıgilin, o
indi biz olan vaxtı tövləsi vardı, Qaro deyirdilər. Qaro 3 dənə də qızı var idi. Orada olurdu. Bəli. Bir dənə erməni daha dadda var idi. Dadaşoğlu Əligil ki olurdu, Rəhimgil. Məktəbin, bu təzə məktəbin yanında, binada. Orada olurdu. Onun da adı Mixail idi. Onun da qızda da vardı, oğlu da var idi. O da mənim babam Qurbanla yolda işləyirdi. Həmişə o qızları da gəlirdi bizə, gedirdi. Babam ki onun atası ilə işləyirdi, gəlib gedirdi. Bir dənəsi də Gözəl adında arvad idi, orada dururdu. Onun da oğlu Künikor idi, qalırdı. Amma yenə də onların paxıllığı içində var idi ki, sonradan çıxıb getdilər. Terpdən köçdülər. Hə, terpdən çıxıb getdilər ki, biz türklərin içində qalmırıq. Sonra çıxıb getdilər. Ondan sonra, məsələn, yenə Azərbaycan bizim məktəbdə mən 3-cü sinifdə oxuyanda, 4-cü sinifdə oxuyanda erməni dilində bizə dərs keçirdilər. Ondan sonra erməni dilini yığışdırdılar. Erməni dilini yığışdırdılar, İngilis dilini saldılar. Erməni dilini bizə öyrətmədilər ki, ermənicə bilməsinlər. Bəli. Yox, bizim kənddə erməni yox idi. Bu verilişdən qabaqda biz sizə danışdıq, Narinköy bəy. Yəni dediniz ki, yəni kənd cəmaatı, isə qonşu kəndlər olsun belə, yəni evlilik məsələsində də belə erməni ilə o vaxt indi ulusa görə münasibətlər yaxşı olsa belə, münasibətlər gec-gəliş olsa belə, bizimkilər oradan nə qız aladı, nə qız verərdi. Yox. Biz demək Ermənistanda, Qərbi Ermənistanda, Terp kəndində olsaq da, biz orada nə din içində din bəslədik. Dinimizi heç vaxtı vermədik. Nə qızımızı vermədik, nə oğlumuza almadıq, nə kirvi olmadıq. Nə məsələn indi məsələn bir-birlərinə salam var idi, gəlirdilər, salam məleyküm, salam qapıdan gedirdilər. Amma biz din içində din bəslədik. Çox maraqlı. Ona görə də bizim nə qızımız erməniyə getmədi, nə oğlumuz ermənidən evlənmədi, nə erməni ilə kirvi olmadıq, heç nə. Narinköy bəy, o kənd xatirələrindən bağlı danışdın, məktəb illərindən, sinif yoldaşlarından danışdınız. Daha sonra da məsəl üçün həqiqətən bu çox önəmli məsələdir ki, orada yəni, qız alıb qız vermə məsələsinin dediniz ki, elə bir şey yoxdur. Mən də verilişdə heç rast gəlməmişəm ki, elə bir şey deyilsin. Yəni burada ermənilərin o xislətinə bələd olduğumuza görə, yəni bizim cəmaət onları bilmənalı şəkildə onları özlərinə uzaqlaşdırır. O içinə gedirdilər. Biçirdilər hökumətə də, salxoza biçirdilər bir ara. Ondan sonra sentyabr ayında icazə verirdilər. Yerlər var idi da, deyirdilər ki, hə məsələn, vaxt ged 10 nəfər qısır yurdunda, məsələn 5 nəfər kolluqda filan yerdə biçəcəklər. Gedib orada biçirdik özümüz üçün. Yaxşı yeməklər aparırdılar, yaxşı heyvanlar aparıb kəsirdilər, orada bişirirdilər. Deyə, gülə, hamısı bir-biri ilə, şən, firavan keçirdik. Bildiyimiz ki, Novruz bayramı ərəfəsidir. Terp qadınları Novruz bayramını necə hazırlaşırdı? Yəni, indiki bir fərq varmı? Siz kənd cəmaatı olaraq, deyək ki, Novruz başlama ərəfəsində Novruza hazırlığı necə görürdünüz? Novruza hazırlığı biz görürdük, qovurğa qovururduq. Cavanlar hamısı yumurta döyüşürdü. Bir 10 gün, 15 gün bayrama qalmış. Necə torba atırdılar. Bir-birinin qapısını busurdular. Qızlar yığışırdı bir yerdə, axır çərşənbədə il axırı keçirdirdilər. 5 nəfər, 10 nəfər, 15 nəfər. Məsələn, oğlanlar ayrı keçirdirdi, gəlinlər ayrı, qızlar ayrı. Səhər saat 5-də, 4-də deyirdilər suyun üstünə gedib təzə su gətirirdik, həyətə səpirdik, evə, mal heyvanın üstünə səpirdik ki, niyə? Ona görə ki,
deyirdilər ki, yenilənsin də, ilimiz yenilənsin, yaxşı olsun, su kimi şəffaf olsun, həyatımız təmiz olsun, parlaq olsun. Bax, belə şeylərə görə eləyirdik. Çox gözəl. Hamı bir-birini gedib yoxlayırdı, böyüklərə hörmət eləyirdilər. Böyüklərə necə deyərlər, kimin nədən əlindən gəlirdi, bir yüngül də olsa pay verirdi. Belə keçirdi. Bizdə də yaxşı keçirdi. Tonqallar qalayırdıq. Ondan sonrasına qapı busurdular. Bir-birinin qapısını busurdular ki, görən nə yaxşı şey eşidəcək. Çərşənbələrdə keçirdirdik bayramımızı da. Biz bayram günü 3 gün biz də bayram eləyirdik. Ona görə də biz həmin onda ermənilər paxıllıqca ayın 22-si xaçları suya salırdılar. Ona görə biz Novruz bayramın ayın 20-si 21-i eləyirdik. Ki 22-si əsl bayram 22-sidir. O ermənilər xaçı suya saldığına görə biz eləmirdik. Ona görə də biz din içində din saxlamışıq özümüzə. Narıncı bəs toylarda verilişdən əvvəl toyla bağlı çox qəşəng şeylər danışdınız. Yallı ilə bağlı bir-iki dənə şey danışdınız. Onları da bir xatırlamaq olarmı? Toy başlayır, deyək ki, yallı ilə bağlı ağsaqqallar, ağbirçəklər. Çox yallılar gedirdi. İndi cavanlar o qədər getmir. Amma o vaxt İndi bu cavanlar niyə gedə bilmir? Öyrətmirsiniz mi? O vaxt cavanlar çox yaxşı gedirdi. Məsələn, bax, elə olurdu ki, nə bilim, 100-200 metr qalmış gəlini ki, aparırlar, düşürdülər, yallını tuturdular, yolun içi ilə yallı gedir. Ermənilərin maşınları hamısı gəlib yolun qırağı ilə saxlayıb baxırdı yallılara. Yallı gedirdilər. O yallının növləri var idi. 3 ayaq yallı vardı, təncərə var idi. Ondan sonrasına biz o vaxtı it yallısı deyirdilər. O it yallısı vardı, telo yallısı var idi. Hamısında gedirdi cavanlar. Hamısın. Darıxırsınız mı? Bana o vaxtlar kaş qayda deyir, bu dağlar qoşa dağlar, veribdi baş-başa dağlar. Düşmən yolu kəsibdi, el qalıbdı, həsrət dağlar. Dağlarımız həqiqətən həsrət qaldı. Dağlar həsrət qalıbdı. Elimiz, obamız qaldı, qəbristanlıqlarımız qaldı. Çox. Yəni orada mən qaynatam deyirəm də, çox gözəl insan idi. O elə şeyə layiq deyildi, amma qurban olum, elə oldu da. Onu qəbrini də biz götürə bilmədik. Şəkilin göndərdik Moskvaya ki, Moskvadan heç şəkili də gəlmədi. Cəmaət da heç qaça-qaça düşdü. Heç 40-ın bilmədik ki, necə verdik. Deportasiya ərəfəsi idi. Cəmaət yəni ay sağ ol. Biz bilmədik. Ailəsinin uşağını götürüb çıxırdı ki, ermənilər nəsə bir başqa bir hərəkət eləməsinlər. Çünki bizim kəndimiz elə yolun ortasında. Yolun ortasındaydı, Biz mərkəzi yoldaydı. Evlərimiz yolun qırağındaydı. Ona görə də hamısı, nə bilim, Allah heç kəsə bir də o günü qismət eləməsin, nəsib eləməsin. Bir şey də mənim yadımdan çıxmır. And olsun Allaha. O gecə mal heyvanı ki ötürdülər, qoyun, quzu qarışdı bir-birinə. Onların məliltisi, naləsi hələ də mənim qulağımdan getmir. Veşi də yığdıq, köçü yığdıq. İraq üzdən it zincirdə bağlıydı. Qaynanam dedi ki, rəhmətli, qoy gedim onu açım, orada aç-susuz bağlı öləcək. Onu açdı, Ceyhun, bu bərəkətə and olsun. Da indi o bilmirlər, bilməzlər də Alirzə Pavarotunun o döngəsini dönüb, o meşənin içinə kimi o it maşının dalınca hürə-hürə gəldi. Hürə-hürə gəldi. O it də bildi ki, millət gedir, kənd boş qalır. O maşının dalınca gəldi, çıxdı ora. O günü uşaq böyük, nə cür ağlaşırdı, nə cür nüsbətlə gəlirdi.
Allah bir də göstərməsin heç kəsə. Amin. Heç amin. kəsə arzulamaram onu bir də. Yəni cəmaət belə deyək də bu köçmə ərəfəsində telefon ocağına dua edirlər ki, yəni belə bir şey baş verməsin, amma oldu. Amma belə bir şeylər yaşandı. Allah xalqımızı, elimizi qorusun. Orada şən firavan yaşayırdı. Hər şeyimiz təmiz, necə deyərlər, saf. Məhsulumuz özümüzdən, yağımız, ətimiz, hər şeyimiz, meyvəmiz. Biz bir dənə una, düyüyə, məsələn, qəndə belə pul verirdik. Yoxsa hər şeyimiz özümüzdən idi. Hər şey siveji, hər şey təmiz, hər şey yaxşı. İndi də gəlmişik tərəziyə baxırıq, deyirik görən bu yağ yaxşıdır, pisdir, alaq almayaq. Alaq almayaq. Mən bir şey yadımdan çıxıb qoy sana danışım. Ermənilərin o mundar hərəkətlərinə görə. Mənim qaynatam ferma müdürü idi. Ferma müdürü idi, südü gətirirlər verəndə orada erməni pendir eləməyə. Erməni götürür da. Erməni götürür, südə dəyir, süd tökülür. Südə dəyir, süd tökülür, qayıdır ki, əskik yazıram. 50 litr südü əskik yazıram. Bu qaynatam da deyir ki, mən gətirib sana təhvil vermişəm burada. Sən niyə əskik yazırsan? Mən fermadakı sağılçıların südünü sənə niyə verə bilmərəm? Qayıdır qaynatamdan söyüşür. Qaynatamı söyür, istəyir ki, vura. Mənim atam da maşınla gəlir, görür ki, bunlar yaxalaşır da, bir-biri ilə sporlaşırlar. Mənim qaynatamı vuranda o dadır, erməni. Mənim atam düşür, atır ayağının altına. Nə bir, nə iki and içirdilər ki, əlindən zorla aldıq. Mənim atamın qolunu heç kim vura bilməzdi. Kənddə hamı da bilirdi. Cavanlar yığılırdı. 8-10 dənə, 12 dənə cavan ki, atam Qasanov deyirdilər. Nəmət Ağanın qolunu vura bilmirdi. Qasanovu yıxaq yerə. Qasanovu heç kim yıxa bilmirdi. Allah rəhmət eləsin. Və indi izləyicilərimizdən və tamaşaçılarımızdan üzrxahlıq edən və kənd cəmaatımızdan da üzr istəyərək bir xatirəni danışmaq istəyirəm. Nanigil bir də bəlkə bunu eşitməyib, qoy eşitsin. Deməli, biz Meytabadda olanda, artıq Allah rəhmət eləsin, Nəmət Qaqa sağ olanda, xanımla sağ olanda, hadisa mənim danışdığım 92-93-cü illər idi. Mən də universitetə yeni qəbul olmuşam. Bugünkü gün kimi xatırlayıram. Universitetdən gəldim. Məni çağırdı. Gəlin buraya, qardaş oğlan. Ay Cihan, təbrik edirəm, universitetə qəbul olmuşsan, deyim, Nəmət Qaqa, artıq belə də, artıq birinci kursu qutarırım. Deyim, sən bunu yeni bilirsən. Dedi ki, yox, bilirəm, evlənmirsən. Deyim, yox, Nəmət Qaqa, evlənmirsən. Deyim, Nəmət Qaqa, sən evlənmirsəndən nə olubdur? Deyim, ay Nəmət Qaqa, sən belə bir eşitmirsən, xanımla nənlə evlənməyin vaxtı, nə deyə bilərsən? Hələ bu gün də, Nanigil bəy, bu gün də Allah ona qəni-qəni rəhmət eləsin. Allah sənə də atana rəhmət eləsin. Hər zaman o xatirəni mən heç unutmuram. Deyək, gəl bura. Nəsə oturuq, xanım nənə də indi olmasın belə, oturub həyətdə oturmuşuq. Mamamdır, rəhmətli atamdır, xanım nənədir, Nəmət Qaqada oturmuşuq. Qapı qonşuyuq. Dedi ki, oradan denəm ki, bir çay gətirsin. Mən deyim ki, mən sürə, bacıma deyim ki, mən sürə bir çay gətir. Mən sürə çay gətirdi, qoyduq oraya. Məzahir qardaşım qayıtdı ki, Nəmət Qaqa, həmişə bizə deyirsən, evlən. Bax, özün də bəzən gülə eləyirsən, nətər oldu, bax, xanımla evləndin. Xanım nənə qayıtdı, deyir ki, indi olmasın, qayıtdı ki, sən Allah bundan əl çəkin, bu dəqiqə yenə də günahı məndə görəcəkdir. Dedim, mən sizə danışacam, dedim. Dedi ki, mən cavan idim, maşallah olsun, dedim, mənim qabağımda nə oğlanların dizin yerə qoymuşam. Xanım da qıraqdan baxır ki, belə oğul var. O da qayıtdı ki, Allah ətini tehməsin. Aynə mən, yerə bir şey olmayıbdır. Dedi ki, yox, nətər oldu sən bunu bəyəndin? Deyir, Qaqanın başı, həmişə deyir, Qaqanın başısı dedi, elə gördüm günü, maqnit kimi yapışdı beynimə. Elə o vaxtına gördüm, yəni sevdim, aldım dedi. Xanımla da deyib ki, bu uşaqlarla iş olmasın, buna elə hər şey danışma bunlara.
Yəni o xatirəni biz həmişə unutmuruq. Elə biz də öz Allah aramızda dedik canınızı ki, sağ maqnit kimi eləsin. yapışdı beynimizə. Allah Nəmə qaqada, xan nənə də qəni-qəni rəhmət eləsin. Allah Məkanları sənin cənnət də olsun. atana rəhmət eləsin. Allah cəmi ölənlərimizə, kənddə ölənlərimizə, şəhidlərimizə, necə deyərlər, hamısına Allah qəni-qəni rəhmət eləsin. Amin inşallah. Narıncıl bəy, Allah sizə də uzun ömür can sağlığı versin. Allah Şakir əmmə də qəni-qəni rəhmət eləsin. Çox sağ ol. Şakir əmminlə bağlı xatirəli nə qədər danışsaq da Qurtarmır. tutarmır. Çünki çox gözəl bir insan idi, çox gözəl bir el oğlu idi, mərd idi. Belə deyək də, Qərbi Azərbaycanına aşiq bir insan idi. Mən Çox. yadıma gəlmir ki, mən neçə Çox, dəfələr çox. söhbət eləyəndə həmişə mənə deyirdi ki, qardaş oğlu, sən oxuyursan universitetdə, amma bir şey unutmayın. Bax o tariximizi qəşəng oxuyun ha. O torpaqlar bizim torpaqlardır. Ha. Yəni mən nə vaxt söhbət etsək, vətən, Qərbi Azərbaycan, Terib, köçbəlliyi qaçan həmişə deyən adamlardan idi. Allah ona qəni-qəni rəhmət eləsin. Ceyhun, deyirsən, Şakir gəldik burada nazirlikdə işə düzəldi. Kənd Təsərrüfat Nazirliyində sürücü işləyirdi. Bəli, Amma bəli. sürücü demək olmazdı. Elə bil nazir idi. Şakir çox gözəl insan idi. Hər tərəfli, ya ailəyə, ya qonşuya, ya işə, ya dosta, ya tanışa, hər şeyə. Ona görə də bu dəqiqənin özü Şakirin iş yoldaşları bizdən əlaqəni kəsmir. Əla xüsusi Dənizlə. Həmişə danışırlar. Həmişə Şakirin ad günündə, ölüm günündə gedib ziyarət edirlər. 7 ay Şakir öləndən sonra cip qaldı həyatda, onu nazirlik gəlib götürmürdü. 7 aydan sonra gəldilər, götürdülər ki, biz onu heç kimə verə bilmərik. Şakirin maşınında biz istəmirik. Uzun müddət işlədi özdə. Hə, 20 neçə il işlədi. Bəli, uzun müddət işlədi eyni işdə. Hə. Biz Şakirin maşınını heç kəsə vermək istəmirik. İndi belə bayramlar olur, yeni illər olur. Onlar Eldənizə çağırmamış, keçirtmirlər. Eldəniz gəl, bizlə atanın yerində, əvəzində bizlə bayram keçirtginə. Bu dəqiqənin özü Allah cəmi ölənlərə hamısına rəhmət eləsin. Amin O da inşallah. çox gözəl ailə idi, çox gözəl, necə deyərlər, balalarına Bəli. tərbiyə verən idi. Allah yerin cənnət məkan Amin eləsin, inşallah. Rəbbim özü, nə bilim. Narıncıl bəy, Sağ ol. icazənizlə mən artıq gəldik çatdıq verilişin sonuna. Mən Sonuna. verilişi sonlandırmaq istəyirəm. Həqiqətən mənim üçün çox biraz çətin oldu. Bir tərəfdən tanıdığım insanların, yanında böyüdüyümüz insanların övladısınız. Xanım Çox nənənin, sağ ol. Nəmət qaqanın və o cümlədən də mənim həmişə hörmət etdiyim və mənim universitet illərimdə də belə dönə-dönə mənə belə deyək də mənəvi dəstəyini hesabən əsirgəməyən Şakir əmmin həyat yoldaşısınız. Allah Çox ona da sağ ol. qəni-qəni rəhmət Çox eləsin. sağ ol, Övladlarına çox can sağ sağlığı ol. versin. İnşallah növbəti Həsrət və Ümid verilişinin növbəti buraxılışında da inanıram ki, Eldəniz qardaşımızla, digər övladlarınızla da, hətta biz qız xanımla gözləyik ki, bacınız qız xanımla gözləyik ki, qız xanım da müsahibəyə qatılar. Biraz nasazlığı olduğuna görə biraz qripləmişdi, biz o verilişə qatılmadı. Mən də üzüldüm. Dedi ki, inşallah başqa zamanda artıq verilişimizi gəldik sonuna. Son olaraq Həsrət və Ümid verilişinə arzu istəyiniz. Allah can sağlığı dualarınız. versin, uzun ömürlü olsun. Həmişə beləncə, necə deyirlər, verilişlər çəkəsən, gün o gün olsun, Qərbi Azərbaycanda çəkəsən. Amin. Çox gözəl dua ilə İnşallah. verilişimizi sonlandıraq. İnşallah. Əziz İnşallah. Həsrət və Ümid verilişinin daimi izləyiciləri, bugünkü verilişimizin də sonuna gəldik. Verilişimizin qonağını bir daha sizə təqdim etmək istəyirəm. Verilişimizin qonağı əslən Qərbi Azərbaycan Paşalı Tep kəndinin sakini olmuş Əlməddonova Narıngül Nəmənd qızı idi. Biz Narıngül Bigilin evində bugün verilişimizi çəkdik. Bir daha sizlərin adından Narıngül bəyə təşəkkür bildirirəm. Verilişimizin qonaq olduğuna görə bir daha təşəkkür edirəm. Növbəti verilişdə görüşmək ümidi ilə çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun, siz sağ olun. Allah canını sağ eləsin, var olasın, əski olmayasan həmişə. Sağ olun. Çox sağ olun.